Hazırda region ölkələr arasında kartof ən yüksək qiymətə Rusiyada satılır. Yenavaz.com məşhur Numbe portalına istinadən xəbər verir ki, region ölkələr arasında kartof ən aşağı qiymətə Belarusda satılır. Rusiyanın paytaxtı Moskvada marketlərdə satılan kartofun 1 kiloqramının orta qiyməti $1.1. Sankt-Peterburq şəhərində isə 87 sent təşkil edib. Kartofun ən ucuz olduğu şəhər isə Belarusun paytaxtı Minsk olub. Bu şəhərdə kartofun 1 kiloqramının orta qiyməti 45 sent olub. Portalın məlumatına görə paytaxt Bakının marketlərində satılan kartofun orta satış qiyməti isə 81 sent olub. Region ölkələrinin müxtəlif şəhərlərində kartofun 1 kiloqramının orta qiyməti belədir.